Frustrasiya termini psixologiyada frustrasiya insanın istəklərinə, məqsədlərinə və ya ehtiyaclarına çatmağa mane olan daxili və ya xarici amillər nəticəsində yaranan emosional gərginlik və narahatlıq vəziyyətidir. Başqa sözlə, insan bir şeyə nail olmaq istəyir, amma qarşısında əngəllər var və bu zaman frustrasiya yaranır. Frustrasiya insanın öz həyat məqsədlərinə çatmasına maneçilik törədən, real və xəyali maneələrlə üzləşdiyi zaman düşdüyü gərgin psixi vəziyyətdir. Sadəcə mənfi emosiyalardan ibarət deyil frustrasiya. O həm də öyrənmə, motivasiya, diqqət və adaptasiya üçün mühüm psixonevroloji sistemlərin aktivləşdirdiyi bir fenomendir. Psixologiyada frustrasiya həm emosional, yəni narahatlıq, qəzəb və s. həm də motivasiya, düşmə, təslim olma və s. halıdır. İnsan həyatda istədiyinə nail olmadıqda, istədiyi mövqeyə çatmadıqda, onda narazılıq hissləri yaranır. Lakin bu zaman şuur və fəaliyyət sabit, dəyişməz qalır, pozulmur. Lakin insan elə məqamlarla, elə maneələrlə qarşılaşır ki, bütün bunlar onun arzularını, xəyallarını və istəklərini ürəyində qoyur. Bu zaman yaranmış mənfi emosional psixoloji vəziyyət insanın şuur və fəaliyyətini pozur. İnsanın narazılıq və təmin olunmamaq səviyyəsi onun dözüm səviyyəsindən yüksək olur. İnsan həyatda mənfi qiymətləndirilərkən, onun müqəddəs hesab etdiyi hisslərinə, duyğularına təcavüz olunması, ona qarşı edilən haqsızlıq onda frustrasiya halını gücləndirə bilər. Bunun nəticəsində insanda qəzəb, nifrət, küskünlük, özünü itirmək və s. kimi vəziyyətlər yaranır. İnsanda dərin psixi sarsıntılar törəyir, xarakterində dəyişikliklər yaranır. İnsanın davranışında özünə inamsızlıq, ruh düşkünlüyü müşahidə olunur. Ciddi nevrozlar yaranır. İnsan frustrasiya vəziyyətindən yalnız özündə böyük inam hissi aşılamaqla çətinliklərdən çıxmağın düzgün və səmərəli yolunu axtarıb tapmaq, qiymətləndirmək və həyata keçirməklə çıxa bilər. Frustrasiya sözü özü latın sözü olmuşdur. Ümidsiz qalmaq, nail olmaq deməkdir. Psixologiyada insanın məqsədinə doğru irəlilədiyi zaman qarşısına çıxan maneələr səbəbilə yaşadığı psixoloji gərginlik, emosional narahatlıq və davranış pozuntusu halıdır. Frustrasiya zamanı fərdin gözləntiləri ilə reallıq toqquşur, nəticədə daxili konflikt və emosional pozuntu baş verir. Gəlin baxaq görək, bəs frustrasiyanın yaranmasına səbəb nədir? İlk öncə 1. Məqsədə çatmaqda maneələr. Bu nə deməkdir? Sosial və ya maddi məhdudiyyətlər, xarici təzyiqlər və ya qadağalar, sağlamlıq problemləri ola bilər. 2. Arzularla reallıq arasında ziddiyyət. Məsələn, yüksək gözləntilər, qeyri-real məqsədlər ola bilər. Üçüncüsü, qarşılanmamış ehtiyaclar. Sevgi, hörmət, qəbul edilmək kimi psixoloji ehtiyacların ödənilməməsi ola bilər. Dördüncü, insanlararası münasibətlərdə problem, rədd edilmə, sərt tənqid, münaqişələr ola bilər. Digər səbəblərinə nəzər yetirsək, məqsədə çatmama, yəni insanın nəyə isə can atmasına baxmayaraq, qarşısına çıxan maneələr, maddi, psixoloji, sosial və s. bu kimi maneələr nəticəsində məqsədə çata bilməməsi frustrasiyanın yaranmasına səbəb ola bilər. Sonra əlaqələrin pozulması, insanlararası münasibətlərdə anlaşılmazlıq, ayrılıq və ya xəyanət özü də frustrasiyaya səbəb ola biləcək amillərdəndir. Növbəti, daxili ziddiyyətlər. Bir insanın daxilində olan istək və dəyərlərin toqquşması da frustrasiyanı yaradan səbəblərdəndir. Növbəti, müəyyən olunmamış gözləntilər. Yəni, gözlənilən nəticənin reallıqla üst-üstə düşməməsi deməkdir. Sonuncu deyə bilərik ki, təkrar uğursuzluqlar. Yəni, eyni məqsəddə təkrar çatmamaq hissi frustrasiyanı gücləndirən əsas amillərdən biridir.
Bəs frustrasiyanın əlamətləri hansılardır? Qəzəb, əsəbilik, ümidsizlik, məyusluq, ruh düşkünlüyü, yuxu və iştah pozuntusu, konsentrasiyanın azalması frustrasiyanın ilkin əsas əlamətlərindəndir. Frustrasiyanın növləri hansılardır? Daxili frustrasiya var, yəni öz daxili məhdudiyyətlərdən, psixoloji qorxular ola bilər, özünü qiymətləndirmə ola bilər, yəni bunlardan yaranır. Xarici frustrasiya bəs xarici əngəllərdən, insanlardan, şəraitdən, qaydalardan yaranır. Qısa müddətli frustrasiya müəyyən situasiya ilə bağlı keçici frustrasiyadır. Uzunmüddətli frustrasiya şəxsiyyət xüsusiyyəti kimi davamlı frustrasiya dözümlülüyünün azlığı, motivasiyon frustrasiya məqsədə çatmaq istəyi ilə maneələr arasındakı ziddiyyətdir. Koqnitiv frustrasiya isə istiqamətləndirici məlumatların və ideyaların qarışması, konfliktlərin olmasıdır. Daha sonra daxiliyə biz əlavə eləyə bilərik. İnsanın öz daxilində olan ziddiyyətlər dediyimiz kimi qərarsızlığın özü, özünə inamsızlıq, psixoloji travmalar da daxili frustrasiyanın təsviridir. Xarici frustrasiya, xarici faktorlar dedik, digər insanlar, cəmiyyətin qoyduğu qanunlar, sosial vəziyyət, məqsədə çatmağa mane olan faktorlar kimi özünü göstərir. Sonra səbəbinə görə fiziki maneələr ola bilər, növlərində qapalı qapı, xəstəlik, texniki çətinliklər, sosial maneələr ola bilər, qadağalar, ailə və ya cəmiyyətin təzyiqi, psixoloji maneələr ola bilər, qorxu, günahkarlıq hissi, aşağı özünü qiymətləndirmə, davranış formalarına görə isə aqressiv frustrasiya, reqressiv frustrasiya, passivləşmə, əvəzlənmə. Aqressiv frustrasiya, yəni qəzəbli və dağıdıcı davranışdır. Reqressiv frustrasiya uşaqlıq davranışına qayıdış, küsmək, ağlamaq, passivləşmə, yəni ruhdan düşmə, geri çəkilmə anlamındadır. Əvəzləmə yaxud kompensasiya da deyə bilərik, başqa bir məqsədə yönəlmək. Sonra frustrasiyanın psixoloji mexanizmləri. Frustrasiya psixologiyada daha çox motivasiya, maneə, reaksiya zəncirinə əsaslanır. İnsan müəyyən bir məqsədə çatmağa motivasiya olur, lakin maneə ilə qarşılaşırsa, belə mərhələdə olur. İlk öncə əvvəlcə təəccüb, narahatlıq hissi, sonra emosional reaksiyalar, qəzəb, qorxu, məyusluq, ardınca isə uyğunlaşma və ya aqressiya özünü göstərir. Bu prosesdə insanın psixoloji dözümlülüyü, emosional intellekti, mədəni səviyyəsi və şəxsi təcrübəsi əsas rol oynayır. Frustrasiyanın mümkün nəticələri var. Mənfi nəticələr və müsbət nəticələr var. Mənfi nəticələr odur ki, stresin artması, aqressiv davranış, özünü günahlandırma, depressiya və anksiyetə, sosial təcrid. Bunlar mənfi nəticələrdir. Müsbət nəticələr isə əgər şəxs özünü düzgün yönləndirərsə, alternativ yollar axtarıb tapır, daha çox motivasiya olur, özünü inkişaf etdirir, problemi həll etmə bacarığının yüksəlməsinə səbəb olur. Dedik ki, frustrasiyanın mümkün nəticələri mənfi və müsbət olmaqla iki yerə bölünür. Mənfi nəticələr stressin artması, aqressiv davranışlar, özünü günahlandırma, depressiya və anksiyetə, sosial təcrid. Müsbət nəticələri isə əgər özümüzü düzgün yönləndiririksə, alternativ yollar axtarıb tapırıq, daha çox motivasiya olunuruq, özümüzü inkişaf etdiririk və həll etmə bacarığımızı yüksəldirik. Bundan başqa frustrasiya və yaş dövrləri bölməsinə baxsaq, uşaqlarda ilk öncə oyuncağı alınanda və ya qadağa qoyulanda aqressiv reaksiyalar formasında özünü göstərir. Yeniyetmələrdə özünü tapmaq dövrü yaşayırlar və bu dövrdə qarşılıqlı münasibət və öz məninin axtarışları frustrasiyaya səbəb olur. Böyüklərdə isə karyera, ailə və maddi gözləntilərin ödənməməsi əsas səbəblərdəndir. Yaşlılarda isə sağlamlıq və sosial təcrid frustrasiya riskini artırır.
Frustrasiyadan bağlı nəzəriyyələr var. Frustrasiya aqressiya nəzəriyyəsi. Frustrasiya nəticəsində aqressiya yaranır. Aqressiv davranış frustrasiyanın birbaşa nəticəsidir deyilir. Sonra tənzimləyici fokus nəzəriyyəsi var ki, insanın məqsədə çatmaq üçün seçdiyi yanaşma, təhlükədən qaçma və ya hədəfə yaxınlaşma frustrasiya səviyyəsinə təsir edir. Üçüncü isə özünü tənzimləmə nəzəriyyəsidir ki, fərd öz davranışını necə tənzimləyirsə, frustrasiya ilə mübarizə də o qədər effektiv olur. Frustrasiyanın nəticələri, psixoloji təsirlər, stress, depressiya, özünə inamsızlıq, aqressiya, fiziki təsirlər, yuxusuzluq, iştahın pozulması, yorğunluq, sosial təsirlər, ətrafdakılarla münasibətlərin pozulması, tənhalaşma və s. formada özünü göstərir. Nəzəriyyələrə bir də baxsaq, ilk öncə frustrasiya-aqressiya hipotezini demişdik. Deyir ki, hər bir frustrasiya, aqressiya yaratmaq meyli doğurur. Əgər şəxs istədiyi nəticəyə nail ola bilmirsə, bu məqsəd əhəmiyyətlidirsə, onda onun daxilində aqressiv enerji toplanır. Sonra isə bu model yeniləndi. Frustrasiya bəzən aqressiya yox, başqa reaksiyalarda, yəni ancaq aqressiya deyil, üzülmə, tənhalaşma, motivdən düşmə də yarada bilər. Sonra ikinci psixoanalitik yanaşmadır, Freud. Frustrasiya id və ego arasındakı ziddiyyətlərdən qaynaqlana bilər. İstək, yəni id və reallıq, yəni ego arasında qarşıdurma varsa və şəxs onu cilovlaya bilmirsə, frustrasiya yaranır. Nəticədə bu enerji başqa obyektə yönələ bilər və ya şüursuz müdafiə mexanizmləri ilə təzahür edə bilər. Üçüncü isə koqnitiv yanaşmalardır. Koqnitiv yanaşmalara görə isə frustrasiya daha çox şəxsin düşüncə tərzindən qaynaqlanır. Məsələn, mən bu məqsədə çatmalıyam, heç nə yolunda getmir kimi irrasional inanclar frustrasiyanı daha da artırır. İnsan kiçik bir maneə ilə qarşılaşanda dərhal ona reaksiya verir. Frustrasiya-aqressiya modelində deyir ki, məqsədə qarşı maneə frustrasiya, aqressiv davranış üçün zəruri, amma yetərsiz şərtdir. Frustrasiya aqressiya ehtiyacını yaradır, amma bu ehtiyac müxtəlif reaksiyalara da səbəb ola bilər. Qorxu, geri çəkilmə. Yenilənmədə isə aqressiv davranış yalnız frustrasiyasının nəticəsi deyil, sosial norma və şəxsi atıflar da rol oynayır. Klassik eksperimentdə isə uşaqlar gözlədikləri oyuncağa əl çatmayanda ya onu sındırır, ya da onu dağıdır. Bu formada izahını verirlər. Behaviorist araşdırmalar isə şovullar üzərində aparmışdır və mükafat gözləntilər boşa çıxanda artan reaksiya sürəti frustrasiya motivasiyaya təsir edir. Frustrasiya nəticəsində davranış dəyişikliyi isə insanlarda gözlənilən mükafat azaldıqda artıq aqressiya yox, davranış variantlarının artması müşahidə olunur. Frustrasiyanın psixoloji ölçülər və təsirləri vardır. Qəzəb, məyusluq, təşviş, depressiya, konsentrasiya pozuntusu, mənfi avtomatik düşüncələr, aqressiya, təslim olmaq, passivlik, təcrid, artan ürək döyüntüsü, tərifrazı, əzələ gərginliyi, münasibətlərdə zədələnmələr, anlaşılmazlıq, uzaqlaşma, bunlar əsas həm təsir, həm də ölçü kimi istifadə olunur. Sonra frustrasiyanın sosioloji təsiri kollektiv davranışlarına da əlbəttə frustrasiya təsir göstərir. Kütləvi narazılıq, sosial etirazlar, aqressiv mədəniyyətin formalaşması, stereotiplərin və nifrət hissinin artmasına səbəb olur. Bunlar bizim nəzəriyyəmizdir. Dedik ki, əsas nəzəriyyəmiz frustrasiya-aqressiya hipotezi, psixoanalitik yanaşma, koqnitiv yanaşmadır.
Tövsiyələr nə ola bilər? Praktik tövsiyələr, duyğumuzun idarə edilməsi. Burada nəfəs məşqləri, meditasiya, fiziki hərəkət, sonra əgər koqnitiv strategiyalar dedikdə isə məsələləri perspektivləri ilə görmək, alternativ düşüncə formalaşdırmaq, reaksiya kanallarından, məsələn, jurnal yaza bilərik, kreativ fəaliyyətlə məşğul ola bilərik. Daha çox CBT üzrə işlənilir. Praktik tətbiqlər və terapiya. Koqnitiv davranış terapiyasından istifadə olunur. Frustrasiya ilə bağlı düşüncə tərzlərini dəyişmək. Bu mənim günahımdır, məqsəd çətindir. Məsələn, bu mənim günahımdır düşüncəsi əvəzinə məqsəd çətindir, amma başqa yollar sınaya bilərəm demək. Rasional emotiv davranış terapiyası dedikdə isə burada irrasional düşüncələr dəyişmək üçün istifadə olunur. Məsələn, mən bu imtahandan keçməliyəm, yoxsa dəyərsizəm. Xeyr, keçə bilməsəm də bu mənim dəyərimi müəyyən etmir. Sonra şəxsiyyət inkişafı və dözümlülük məşqləri. Frustrasiya təbii emosional reaksiya kimi baxmaq lazımdır və onu idarə etməyi bacarmağı qazanmaq lazımdır. Stresslə baş etmə texnikaları, nəfəs məşqləri yenə də qeyd edirik, meditasiyadan istifadə edə bilərik. Problemlərin təhlili və alternativ həll yollarının tapılması və sosial bacarıqlarımızın artırılması ilə biz frustrasiyadan baş edə bilərik. Bəs frustrasiya psixologiyada nə üçün önəmlidir? İlk öncə motivasiya mexanizmlərini anlamaq üçün. Yəni frustrasiya olmadan məqsədin dəyəri və ona çatmaq üçün daxili güc anlaşılmaz olar. Sonra uşaq psixologiyası və tərbiyəsində uşaqların frustrasiyaya qarşı reaksiyası gələcək şəxsiyyətlərini formalaşdırır. Üçüncü, təhsil performansı. Frustrasiya öyrənməyə mane ola və ya öyrənməni gücləndirə bilər. Yəni qısa müddətli stress bəzən həqiqətən də faydalıdır. Dördüncü, klinik psixologiyada depressiya davranış pozuntularının əsas səbəblərindən biri olaraq öyrənilir. Şəxsi inkişafda isə frustrasiya ilə necə baş etdiyimiz həyat keyfiyyətimizi müəyyən edir. Psixoloji tədqiqatlarda isə koqnitiv metodlar irrasional inancları dəyişdirir, düşüncə strategiya yenidən işlənilir. Emosional tənzimləmədə meditasiya, dərin nəfəs məşqi və yaxud fərqli terapiya üsullarından intensiv fiziki aktivlik frustrasiyanı aradan qaldırmağa köməklik göstərir. Müdafiə mexanizmlərinin yönləndirilməsi də burada vacib faktorlardandır. Frustrasiya və stress. Frustrasiya stressin əsas qaynaqlarından biridir. Stress-frustrasiya əlaqəsi araşdırılır və göstərilir ki, davamlı frustrasiya qısamüddətli stress, anksiyetə və depressiya riskini artırır. Stressə adaptasiya mexanizmləri frustrasiyanın neqativ təsirlərini azalda bilər. Növbəti, frustrasiya və özünü idarə etmə. Özünü idarə etmə bacarıqları frustrasiyanın neqativ təsirlərini azaldır. Məsələn, duyğu tənzimlənməsi, düşüncələrin strukturlaşdırılması və problem həlli bacarıqları frustrasiyanı konstruktiv şəkildə idarə etməyə kömək edir. Frustrasiya ilə bağlı duyğular və emosiyalar. Frustrasiya çox vaxt qəzəb, ümidsizlik, kədər və narahatlıq ilə əlaqələndirilir. Emosional reaksiyalar fərdi fərqliliklərə görə dəyişir. Bəziləri aqressiv, bəziləri isə passiv olurlar. Sosial aspektlər, frustrasiya insanın sosial əlaqələrinə də təsir edir. İş mühitində frustrasiya əməkdaşlıqda problemlərə səbəb olur. Sosial dəstək frustrasiyanın mənfi təsirlərini azaldır. Dedik ki, frustrasiya uzunmüddətli stress yarada bilər. Stressə davamlılıq frustrasiya ilə bağlıdır. Frustrasiya həm də psixoloji sağlamlığımızın zəiflənməsinə səbəb olur. Nəticə olaraq biz onu deyə bilərik ki, frustrasiya insanın öz məqsədinə çatmasına maneçilikdə real və xəyali maneələrlə rastlaşdığı zaman düşdüyü psixi vəziyyətdir. Bu emosional halətin mahiyyətini başa düşmək üçün hər şeydən əvvəl maneənin xarakterinə, onun insan üçün şəxsi mənasına diqqət yetirmək lazımdır. Məsələn, insanın istədiyi mühazirəyə, kinoya, konsertə getməməsi və s. də onda narazılıq doğurur, lakin şuur və fəaliyyətini poza bilmir.
Bəzən isə insan elə maneələrlə rastlaşır ki, bunlar onun arzusu və istəklərini ürəyində qoyur. Yaranan davamlı mənfi emosional halət onun şüur və fəaliyyətini pozur. Frustrasiya yalnız o zaman meydana çıxır ki, insanın narazılıq və ya təmin olunmamaq səviyyəsi onun dözüm səviyyəsindən üstün olur. Frustrasiya halətində insanda dərin psixi sarsıntılar baş verir. Frustrasiya haləti bəzən insanın xarakterinə təsir göstərir. Onda bir sıra dəyişikliklər törədir. Onun davranış və rəftarında özünə inamsızlıq, şablon davranış tərzinə meyl etmə və s. nəzərə çarpır. Şagirdlərdə frustrasiya halları müşahidə edildikdə onlara maneələri aradan qaldırmağın daha səmərəli yollarını tapmaqda, çətinlikləri düzgün qiymətləndirməkdə kömək göstərmək, ən başlıcası isə özlərinə inam hissini aşılamaq zəruridir. Bu cəhətlər həmçinin gənclər üçün də önəmlidir.